Əgər sıfırdan öz biznesimi qurmağa başlasaydım, tam da bu 3 addımı atardım ki, hər şey çox sürətlə alınmağa başlasın. Ən birincisi, artıq biznesini qurmuş birindən ödəniş edib mütləq mentorluq alardım. Çünki vaxt itirmək pul itirməyə bərabərdir. Bunu artıq çox yaxşı anlayıram uzun illərin təcrübəsindən sonra. İkincisi, kim nə deyir deyə qulaq asmaq əvəzinə, əksinə tezliklə mama-papa terapiyaları keçərdim. Çünki mən ilk dəfə 5 rəqəmli gəlirləri qazanmağa başlayanda tam da ilk mama-papa terapiyamı keçdiyim dövr idi. Çünki ana-atamıza qarşı hiss etdiyimiz bütün duyğular bizə imkan vermir ki, biz böyük gəlirlər qazanaq. Üçüncü ən önəmlisi isə, hamı da bu işlə məşğul olur deyənləri dinləməyib, hamı da kontent çəkir deyənləri dinləməyib, bütün viral olan kontentləri tapardım və tezliklə o kontentlərin hamısını çəkməyə başlayardım. Çünki artıq kimdəsə bir kontent tutubsa, bu o deməkdir ki, mənim də işimə çoxlu izləyicilər gətirəcək, çoxlu baxışlar sağlayacaq və mənim üçün də faydalı olacaq. Çox zaman isə biz bütün bunları etməkdən qorxuruq, çünki dəstəkçi bir ortamda deyilik. Mən də başlayanda əlimdən tutan biri yox idi, çünki ailəmdə biznesmenlər olmayıb, heç zaman işini qurmuş insanlar olmayıb və hamı məni qorxutmaqla məşğul idi. Ona görə də mən bugün istəyirəm sənə tamamilə ödənişsiz materiallar hədiyyə eləyim. Aşağıda biznes sözünü yazırsınız və məndən özəl ödənişsiz yarım saatlıq bir podkast öz işlərinizi qurmaqla bağlı və şir altınızda müəyyən proqramlamaları dəyişib, daha rahat işləyib, daha çox qazanmağınız üçün bir özəl proqramlamanı hədiyyə eləyim. Aşağıda biznes sözünü yazın və qaçırmayın.